İlk öncə ona diqqət yetirmək lazım ki, son 2 ay müddətində Rusiya və Amerika Birləşmiş Ştatları arasında intensiv dialoq getməkdədir, danışıqlar aparılır. Bunlar müxtəlif formatlarda həyata keçirilir. Həm Trampın özünün Vladimir Putinlə telefon danışıqları, o cümlədən artıq onun nümayəndəsinin 3-cü dəfə Moskvaya, Rusiyaya gəldiyi məlumdur. Ondan əvvəl də qeyri-rəsmi səfərlər də olmuşdu və bu proses davam etməkdədir. Bundan başqa Ər-Riyadda 2 görüş keçirilib, İstanbulda artıq 2 görüş keçirilib tərəflər arasında və sizin də qeyd elədiyiniz kimi bu danışıqlar 2 istiqamətdə aparılır. Bir, Amerika-Rusiya münasibətləri, iki tərəfli münasibətlərlə bağlı məsələlərdir. Digər istiqamət Rusiya-Ukrayna savaşının dayandırılması və Trampın təklif etdiyi kimi atəşkəsə razılıq verilməsi. Bilirsiniz ki, keçən ay Ukrayna və Birləşmiş Ştatların nümayəndələrinin Ər-Riyadda keçirilən görüşündə bir aylıq atəşkəslə bağlı Trampın təklifi dəstəklənmişdi və Ukrayna qeyd-şərtsiz bunu qəbul etdiyini açıqlamışdı. Amma o zaman da Ukrayna tərəfi bildirmişdi ki, Rusiya tərəfi bunu süni vasitələrlə uzatmağa çalışacaq. Doğrudan da belə idi. Vladimir Putin bu təklifi qəbul etdiyini, ancaq onu şərtlərlə qəbul etdiyini bəyan etdi və ondan sonra danışıqlar prosesində biz bir konkretlik yox, daha çox zamana yayılma taktikasının həyata keçirildiyini gördük.